Salam, hər vaxtınız xeyir olsun. Mən Dost Akademi Təlim və Tədris Mərkəzinin Azərbaycan dili və metodika müəllimi Solmaz Məmmədova. Sizlərə tədris mərkəzimiz tərəfindən 9 mart tarixində 2-ci sinif şagirdləri üçün keçirilmiş sınav imtahanında istifadə olunmuş Azərbaycan dili və riyaziyyat suallarının izahını verəcəyəm. İlk 20 sual Azərbaycan dili suallarıdır, növbəti 20 sual isə riyaziyyat suallarıdır. Başlayaq sualların izahına. Demək, Azərbaycan dili sual 1. Əlamət bildirən söz hansı cümlədə işlənib? O, mənə kitab verdi. Sevincin uzun saçları var. Mən parka getdim. Əlamət bildirən söz, yəni sifət. Sifət hansı cümlədə işlənib? Sevincin uzun saçları var. Uzun saç. Burada uzun sifətdir. Saçın əlamətini bildirir. Necə saç? Nə cür saç? Hansı saç? Uzun saç. B variantı. Əlamət bildirən söz uzun sözüdür. Sual 2. Hansı sözlər əks mənalıdır? Gözəl, göyçək, yaxın mənalıdır, yəni sinonimdir. Kiçik, balaca, bunlar da yaxın mənalı sinonimdir. Uzun, qısa, əks mənalıdır, antonimlərdir, C variantı. Hansı variantda mürəkkəb söz verilmişdir? Qələm, qapı, bu sözlər sadə sözlərdir. Qohum, qardaş defislə yazılıb, mürəkkəb sözdür. C variantı. Hansı sözün mənası səhv verilmişdir? Final, yarışın son hissəsi, nur çiləmək, işıq saçmaq, israr etmək, inamsız hərəkət etmək. Cavab C variantıdır. İsrar etmək, inamsız hərəkət etmək demək deyil. İsrar etmək, məcbur etməkdir. Nəsə bir şeyi etməsinə israr eləyirəm. İsrar eləyirəm ki, bunu etsin. Məcbur eləyirəm ki, o bunu etsin. İsrar etmək. Cavab oldu C. Cümlədə fərqləndirilmiş sözə yaxın mənalı söz hansıdır? Onun gözəl saçları hamını valeh elədi. Yaxın mənalı söz gözəl sözüdür. Daha doğrusu cümlədə gözəl sözünü verib. Gözəl sözünə yaxın mənalı söz tapmalıyıq. Qəşəng, çirkin, uzun. Gözəl saçları, qəşəng saçları. Gözəl sözünə yaxın mənalı qəşəng. A variantı. Hansı sözün tələffüzündə 2 sayt arasında y samiti əlavə olunur? Sual, ailə, cəmat. Cavab B variantıdır. Ailə, A-i saytlərinin arasına y samiti əlavə olunur. Hansı sözlərdə k samiti k kimi tələffüz olunur? Kitab, kamança, burada k-dır. Karandaşda k-dır, k. A variantı. Sözlərdə ardıcıllıqla hansı hərflər uyğun gəlir? Bıçaq, q, kebab, b, ağac, c. B variantı. Hansı sözlər kim sualına cavab verir? Ana, dəftər, Bakı, bina, baba, müəllim. Demək, kim sualına cavab verir? C-də ancaq baba sözü kim sualına cavab verir. B-də də ancaq baba sözü kim sualına cavab verir. Qaldı A variantı. Ana kim, baba kim, müəllim kim? A. Sual 10. Sözlərin ardıcıllıqla cütünü seçin. Qoyunlar, inəklər, vətəndaşlar. Demək, qoyunlar olur sürü, yəni sürü qoyunlar deməkdir. Naxır inəklərdir. Xalq da vətəndaşlardır. B variantı. Adları elə düz ki, baş hərfləri əlifba sırası ilə düzülsün. Həsən, Sənan, Murad, Ceyhun. Demək, bunların içindən birinci hansı gəlir? C gəlir. C, sonra H, daha sonra M, S. Ceyhun, Həsən, Murad, Sənan. B variantı. 12. Hərəkət bildirən sözləri seçin. Çətir, qırdı, balaca, yaşıl, təmiz, şagird, qaçdı. Çətir, şagird adı bildirir. Balaca, təmiz, yaşıl, əlamət bildirir. Qırdı, qaçdı, hərəkət bildirir. A variantıdır. Hansı quş meşə həkimi adlandırılır? Göyərçin, ağacdələn, sığırçın. Meşə həkimi adlandırılan quş ağacdələndir. B variantı. Hansı sözlər yaxın mənalıdır? Gözəl, çirkin, əks mənalı, kiçik, böyük, əks mənalı, oturmaq, əyləşmək yaxın mənalı. C variantı. Hansı variantda nəqli cümlə verilmişdir? Sənin neçə yaşın var? O dərsi necə oxuyur? Bunlar sual cümləsi. Cümlənin sonuna sual işarəsi qoyulub. Bizim sinifdə 20 şagird var. Nəqli cümlədə sonuna nöqtə işarəsi qoyulub. B variantı. Hansı sözün mənası səhv verilmişdir? Mayak, gəmilərə yol göstərmək üçün siqnal işığı olan hündür qüllə. Hana, xalça toxumaq üçün dəzgah. Bunların mənası düz verilib. Öndər, yaxşı dərs oxuyan demək deyil. Öndər liderdir. Ulu öndər, ulu lider. B variantı. Hansı söz həm ad, həm də hərəkət bildirir?
çay, saat. Bunlar ad bildirir. Düz. Düz ad bildirir. Çöl düz mənasında. Bir də hərəkət bildirir. Məsələn, düzmək feili. C variantı. Hansı ad bildirən sözlər həmişə böyük hərflə yazılmalıdır? Səbinə, Gəncə, Türkiyə. Demək, bunlar həmişə böyük hərflə yazılır. Səbinə, Gəncə, Türkiyə. Adam adları, sonra ölkə adları, rayon adları, bunlar cümlənin əvvəlində dişlənsə, ortasında dişlənsə, sonunda dişlənsə həmişə böyük hərflə yazılmalıdır. A variantıdır. Müəllim, ana, ata yalnız cümlənin əvvəlində dişlənəndə böyük hərflə yazılır. Ağac, saqqal, uzun. Bunlar da yalnız cümlənin əvvəlində dişlənəndə böyük hərflə yazılmış olur. Sual 19. Hansı bənddəki sözlərin hər ikisi düzgün yazılıb? Qızlar, çaylar, qızlar yazılmalıydı. Odunlar, oğlanlar, odunlar yazılmalıydı. Şəhərlər, odunlar. Bu düz yazılıb. C variantıdır. Sual 20. Cümləni tamamlayın. Anası Arifə xəstəxanaya apardı. Çünki o yaxşı dərs oxuyurdu. O evi təmizləyirdi. O qrip olmuşdu. Anası Arifə xəstəxanaya apardı. Çünki o qrip olmuşdu. C variantı. Azərbaycan dili suallarının izahı yekunlaşdı. Keçək riyaziyyat suallarının izahına. Müqayisə edin. 10 100-dən kiçikdir. Kiçikdir işarəsi C variantındadır. Sual 2. 20 üzərinə gəlsin 21. 20-nin üzərinə 20 gələndə 40 eləyir. 40-ın üstünə 1 gələndə neçə eləyir? 41. 20 üzərinə gəlsin 21, 41. Həm də belə də hesablaya bilərik. 6 hesablasaq 0-ın üstünə 1 gələndə 1, 2-nin üstünə 2 gələndə 4, 41 A variantı. Cəmi tapın. 25 üzərinə gəlsin 25, üzərinə gəlsin 36. 25-in üzərinə 25 gələndə 50 edir. Çünki 5-in üstünə 5 gələndə 0, 2-nin üstünə 2 gələndə 4, 1 yadda qalmışdı 5. 50. 50 üzərinə gəlsin 36. 50-nin üstünə 30 gələndə 80, 80-nin üstünə 6 gələndə 86. 25 üzərinə gəlsin 25, 50, 50 üzərinə gəlsin 36, 86 B variantı. Demək, bağda 10 ədəd yasəmən gülü, bundan 10 ədəd çox nərgiz gülü var. Bağda neçə nərgiz gülü var? 10 ədəd yasəmən gülü var. Nərgiz gülü yasəmən gülündən 10 ədəd çoxdur. Demək, 10 dənə yasəməndir. Nərgiz gülü ondan 10 dənə çoxdursa nə edəcək? Onun üzərinə 10 gələcək, 20 dənə. 10 dənə yasəmən gülü var, 20 dənə də nərgiz gülü var. C variantı. Çıxılanı tapın. 78 çıx ürək bərabərdir 42. Yəni 78-dən neçəni çıxsam 42 edəcək. Bunu tapmaq üçün elə 78-dən 42-ni çıxıram. 8-dən 2-ni çıxanda 6 edir. 7-dən də 4-ü çıxanda 3 edir, 36. Demək, bu tənliyi həll edəndə ürəyi tapmaq üçün 78-dən 42-ni çıxıram, 36 edir. Həqiqətən də yerinə qoysam, görəcəm ki, 78-dən 36-nı çıxsam, 42 etmiş olur. Çünki 8-dən 6 çıxanda 2 edir, 7-dən, demək, 7-dən də 3 çıxanda 4 edir. Aha. 78 çıxı 42, 36. Ürəyin yerinə 36 yazılmalıdır. B variantı. Boş xanada hansı ədəd olmalıdır? Üzərinə gəlsin 36 bərabərdir. 15 üzərinə gəlsin 25. Demək, əvvəlcə bərabərlikdən soruya baxaq. 15-in üstünə 25 gələndə neçə eləyəcək? 5-in üstünə 5 gələndə 10, 0 yazılan 1 yadda, 1-in üstünə 2 gələndə 3, 1 yadda 4. 15-in üzərinə 25 gələndə 40 eləyir. İndi deyir ki, 40 bərabərdir 40 olmalıdır, düzdürmü? 36-nın üstünə neçə gəlsəm 40 eləyər? 4. Cavab A variantıdır. 36-nın üstünə 4 gələndə də 40 eləyir, 15-in üstünə 25 gələndə də 40 eləyir. 40-40-a bərabərdir A variantı. Sual 7. Reyyanın 95 manat pulu vardı. O mağazadan 10 manata düyü, 15 manat yağ aldı. 15 manata yağ aldı. Onun neçə manat pulu qaldı? 95 manatı var idi. 10 manatını düyüyə verdi, 15 manatını yağa verdi. Onun üzərinə gəldim 15-i neçə elədi? 25 demək. 25 manata xərcləyib. 95-dən 25-in xərcləyibsə nə qədər pulu qalıb? 95-dən 25-i çıxıram. 5-dən 5 çıxanda 0, 9-dan 2 çıxanda 7. 70 manat pulu qalmış oldu A variantı. Demək, Anar Tərlandan yaşını soruşanda Tərlan belə cavab verdi. Anar Tərlandan yaşını soruşur, Tərlan da belə cavab verir. Mənim yaşım bir ili təşkil edən bütün ayların sayı ilə bir ildə neçə ay var? 12 ay var. Bir həftəni təşkil edən bütün günlərin sayını toplayanda bir həftədə neçə gün var? 7 gün var. Demək, 12 aydır, 7 dənə də gündür. Demək, mənim yaşım bir ili təşkil edən bütün ayların sayı ilə 12 üzərinə gəlinsin. Bir həftəni təşkil edən bütün günlərin sayını 7. Toplayanda alınan ədəddir. Tərlanın yaşını tapın. 12 üzərinə gəlinsin 7, 19 B variantı. 12 üstə gəl 7.
19 oldu. Sual 9. Fəsillərin sayının 2 qatı ilə 20 ədədini topladıqda neçə alınır? Fəsillərin sayı neçədir? 4 dənə fəslimiz var, düzdürmü? Yaz, yay, payız, qış. 4 fəslin 2 qatı. 4-ü 2 vuran neçə eləyir? 8. 8 ilə 20-ni toplamalıyam, eləyəcək 28 B variantı. Sonra meşədə 39 çınar ağacı, 45 şam ağacı var. Onların birlikdə sayı qədər də küknar ağacı var. Daha sonra palıd ağaclarının sayı ilə küknar ağaclarının palıd ağaclarının sayı isə küknar ağaclarının sayından 5 ədəd çoxdur. Meşədə neçə palıd ağacı var? Demək, meşədə 39 çınar ağacı, 45 şam ağacı var. Onların birlikdə sayı qədər də küknar ağacı var. 39 çınardır, 45 şamdır. Bunların birlikdə sayı qədər küknar ağacı var. Demək, küknar ağacı nə qədərdir? 39-un üzərinə 45 gələm. 84 dənə küknar ağacı var. 39 üzərinə gəlsin 45, 84. 84 dənə küknar ağacı var. Palıd ağaclarının sayı isə küknar ağaclarının sayından 5-dən çoxdur. 84-dən 5-dən çoxdur. 84-ün üstünə 5 gələm neçə edəcək? 89. Meşədə neçə palıd ağacı var? 89 dənə palıd ağacı var. 39 üzərinə gəlsin 45, 84, 84 üzərinə gəlsin 5, 89 C variantı. Sual 11. Müqayisə edin. 20 üzərinə gəlsin 15, eləcək 35. 15 üzərinə gəlsin 20, yenə 35. Toplanan yerin dəyişində cəm dəyişmir. 35 35-ə bərabərdir A variantı. Sual 12. Cəmi tapın. 15 üzərinə gəlsin 28, üzərinə gəlsin 14. 15-in üzərinə 28 gələndə demək, 5-in üzərinə 8 gələndə 13 biatda, 2-in üzərinə 1 gələndə 3, bu da biatda 4, 43. 43-ün üstündə 15-in üstünə 28 gələndə elədi 43. 43-ün üzərinə 14 gələndə, 3-ün üstə 4 gələndə 7, 4-ün üstə 1 gələndə 5, 57. 15 üzərinə gəlsin 28, 43, 43 üzərinə gəlsin 14, 57 B variantı. Sual 13. Stolda 2 güldan var. Birinci güldanda 8 gül, İkincisində isə bundan 7 ədəd çox gül var. 2 güldanda birlikdə neçə gül var? Stolda 2 güldan var. Birinci güldanda 8 gül var. İkincidə bundan 7 ədəd çoxdur. 7 ədəd çoxdursa 8-in üzərinə 7 gəlirəm. 7-in üzərinə 7 gələndə 14 eləyir. 7 üzərinə 8 gələndə 15 eləyir. Demək, birinci güldanda 8 dənədir. İkinci güldanda neçə dənədir? 15 dənədir. 2 güldanda birlikdə neçə gül var? 8-in üzərinə 15 gələndə eləcə neçə? 23 B variantı. Zəhranın 55 manat pulu vardı. O mağazada 25 manat xərclədi. Onun neçə manatı qaldı? 55-dən 25-i çıxıram. 5-dən 5 çıxanda 0, 5-dən 2 çıxanda 3, 30 manat pulu qaldı. A variantı. Səlim fikrində bir ədəd tutmuşdur. Bu ədəd işıqforun rənglərinin sayından 7 ədəd çoxdur. Bu hansı ədəddir? Fikrində bir ədəd tutub. Bu ədəd işıqforun rənglərinin sayından. İşıqforun neçə rəngi var? 3 dənə rəngi var. İşıqforun rənglərinin sayından, yəni 3-dən 7 ədəd çoxdur. Bu hansı ədəddir? 3-ün üzərinə 7 gəlirəm 10. B variantı. 8 ədədinin 2 qatına, yəni 8-i vururam 2-yə, neçə eləyəcək? 16. 4 ədədinin 2 qatını əlavə etsək, 4-ün 2 qatı neçədir? 4 vur 2, 8. 16 üstə gəlsin 8. Neçə alınır? 24 alınır. 8 ədədinin 2 qatına, 8-in 2 qatı 16. 4 ədədinin 2 qatını əlavə etdikdə 4-ün 2 qatı da 8 eləyir. 4 vur 2. 8-in 2 qatı 8 vur 2, 16 deməkdir. 4-ün 2 qatı 4 vur 2, 8 deməkdir. Neçə alınır? 16-dan 8 toplayıram, 24 C variantı. Fərqi tapın. 88 çıx 44 çıx 22. 88-dən 44-ü çıxanda eləyir 44 eləyir. 44-dən də 22-ni çıxanda 22 A variantı. Sənan evdən məktəbə 15 kilometr, məktəbdən marketə 20 kilometr yol getdi. O cəmi nə qədər yol getdi? 15 bir gedib, 20 də bir gedib, 35 kilometr gedib. C variantı. 15 üzərinə gəlsin 20. Sual 19. 67 üzərinə gəlsin 28 çıx 35. 67-nin üzərinə 28 gələndə demək, 7-nin üzərinə 8 gələndə 15 bir yadda, 6-ın üzərinə 2 gələndə 8 bir yadda 9, 95. 67 üzərinə gəlsin 28, eləyəcək 95. 95-dən də 35-i çıxanda, 5-dən 5 çıxanda 0, 9-dan 3-ü çıxanda 6, 60 eləyir. 67 üzərinə gəlsin 28, 95, 95 çıx 35, 60 A variantı. Və sonuncu 20-ci suala da baxaq. 9 ədədin 2 qatından, 9-un 2 qatı neçədir? 9 vur 2, 18. 8 ədədinin 2 qatına çıxdıqda 8-in 2 qatı neçədir? 8 vur 2, 16. Neçə alınır? 9 ədədinin 2 qatı 9 vur 2, 18. 8 ədədinin 2 qatı 8 vur 2, 16. Demək, çıxdıqda neçə alınır? 18-dən 16-nı çıxıram, 2 alınır. B variantı.
Və bununla da tədris mərkəzimiz tərəfindən keçirilmiş sınaq imtahanında istifadə olunmuş sualların izahı yekunlaşdı.